dəqiqə deyəndə. Top, nə oldu? Mən başa düşə bilmirəm ki, bu Tahir İmanov kimdir ki, mən onu təbrik edim. Ну, Гаджибала, hörmətli господин müəllim. Ну, зачем siz belə danışmaq, говорить делаете? Ну, молодой idi, cavan idi. Cəmi bir dəfə parodiya eləmək сделать, siz də belə. Cahangir müəllim, nə bir dəfə, 1 milyon dəfə. O əməkdar artist anıdı da mənim şotumu alıb. Bir dəfə. Belə baxanda, Hacıbalı müəllim, Tahir sizin kopyanızı toçnu çıxardı. Elmar müəllim, nəyi toçnudur? Mən bəyəm demişəm ki, gəlin əvvəlcə yollara asfalt çəkək, sonra qazaq. Mən bəyəm demişəm ki, Asminok imkan versə sözümü deyərəm. Mən bəyəm demişəm ki, Bakımızı tikə-tikə sevirəm. Mən bəyəm demişəm ki, Azərbaycanda bir dənə kişi var. Ay yox, bunu demişəm. Onu qurban olaram. Cangir müəllim, Artur müəllimdir, nəsə demək istəyir. Zəhmət olmasa onun dediklərini tərcümə edin. Ну, burada что непонятно başa düşmək. Artur müəllim demək istəyir ki, fikir ki, o думать fikir eləyəndə, o fikir verir ki, siz думать eləyirsiniz ki, və fikirləşəndə ki, потому что pылesос. Elmar müəllim, indi siz zəhmət olmasa Cahangir müəllimi dediklərini tərcümə edin. Lazım deyil, lazım deyil. Hər şeyi başa düşdük. Hər şeyi başa düşdük. Mən nə təklif edirəm? Bu yubiley ilə bağlı gəlin Tahir İmanova bir vəzifə verək, o da bizdən bir dəfəlik əl çəksin. Mümkün deyil, Hacıbalı müəllim. Niyə? Çünki bütün boş vəzifələri Mikayıl Cəbbarov özünə götürüb. Abi qardaş, abi Hacıbalı müəllim, abi Elmar müəllim düz deyir də, boş vəzifə qalıb ki. Ravnak müəllim, siz burada nə etmək? Düz deyirdi, siz burada neyirsiniz Ravnak müəllim? Siz axı sabiq deyilsiniz. Qardaş, abi mənim indiki vəzifəm elə sabiq kimi bir şeydir də. Nə dedi Artur müəllim? Heç, Artur müəllim əsniyir. Deyirəm ki, mən indi icra başçısı olsaydım, o Tahir İmanovun heykəlini Targovu'da Fəvvarələr meydanında qoyardım. Üstünə biraz dən səpərdim. Qoy mənim acığımı ondan göyərsinlər çıxsın. Bəli. Abi qardaş, Hacıbalı müəllim, deyirəm yaxşı ki, sən mer deyilsən. Niyə belə deyirsiniz Ravnak müəllim? Mən bəyəm icra başçısı olanda pis idim. Mən icra başçısı olanda, yağış yağanda, su bura kimi idi, bura kimi yox. Mən icra başçısı olanda, yollarda avtobus, velosiped zolaqları var idi. Maşınlar hardan istəyirdi, sürürdü.